Doktor, həqiqətən evlənəndə düzəlir? Cəmiyyətdə çox eşitdiyimiz bir fikirdir. Amma gəlin açıq danışaq. Bu, tibbi baxımdan bir mifdir. Bu inancın əsasları hardan gəlir? Keçmişdə tibbi biliklər az idi. Kimsə evlənəndən sonra təsadüfən aybaşısı düzəlirdisə, bunu ümumiləşdirirdilər. Amma bu, bütün qadınlara aid deyil. Əslində hormonal pozğunluqların səbəbləri çox müxtəlifdir. Polikistik yumurtalıq sindromu, qalxanvari vəz xəstəlikləri, yüksək stress, artıq çəki və ya əksinə həddindən artıq arıqlıq. Yəni bütün bunlar sadəcə nikahla düzəlmir. Yumurtalama problemləri də eyni şəkildə. Ovulyasiya baş vermirsə, qadın neçə dəfə evlənsə də problem olduğu kimi qalacaq. Çünki burada müalicə tələb olunur. Elə hallar var ki, mütləq həkim müdaxiləsi olmadan düzəlmir. Məsələn, boruların bağlı olması, ciddi hormonal disbalanslar, prolaktin yüksəkliyi, yumurtalıq rezervinin azalması. Bunlar müalicə olunmasa, illərlə hamiləlik alına bilməyəcək. Baxın, evlənmək çox gözəl və həyəcanlı bir hadisədir. Amma tibbi problemlərin möcüzəvi şəkildə yox olma vasitəsi deyil. Həqiqət budur ki, hər bir qadının vəziyyəti fərqlidir və səbəb tapmadan öz-özünə düzələr düşüncəsi sadəcə vaxt itkisidir.